olan sənətçilərimizi işimizə dəvət eləmişik. Xoş gördük hamınıza. Belə böyüklərdən kiminsə belə bir misalı var, deyir, müəllifi qiymətləndirmək, tənqid eləmək asandır, qiymətləndirmək çox çətindir. Bu mənada bilirəm ki, sizin üzərinizdə böyük bir vəzifə düşür, çünki Hacıoğlu Həsənovu indiki nəslə sizin özünüzün tanıdığınız kimi elə təqdim eləyəsiniz. Sarı xanımın ifasında çoxlu mahnıları var Hacıoğlu. Bəli, bəli. Mən istəyərdim elə söhbətimizdə köpründə Sarı xanım sahası. Sarı xanım, buyurun. Bir gün Allah rəhmət etsin, Əhsən Dadaşov mənə dedi ki, Sarıxan, bir dənə həvəskar kompozitor var, Hacıoğlu Həsənov. Elə gözəl mahnıları var ki, heç belə ayrılmır kompozitor mahnılarından. Neçəsi öz ürəyindən keçir, sən olaysan. Mən bunu deyirəm, bu söhbəti, valla, nə bilim, 52-ci ildə, 53-cü il, belə bir devirdi. Dedim, nə olar? Tanış edirsən, getirər. Bu məni, bu oğlanla, Hacıoğlu ilə tanış edildi. Gəldi, mahnıları başladı. Parçalan oğlan, xatirələri, sonraki, çox da mahnıları. Bunların içərisində mən bu iki mahnını seçdim. Sonra da bir neçə mahnısını Zahir vardı radyonun Qızıl Fondunda. Çox belə həvəzakar, belə ağır xasiyyətli. Bu demək deyir ki, zarafatçıdır, amma belə təmkinli, mülayim adam idi. Elə ki, bir də gördüm ki, filarmoniya gəlib görsənir. Deyirəm, xeyr ola, deyir ki, təzə mahnı vardı. Bax belə. Onun çox mahnılarını oxumuşam. Cəvat, bax, bir gün də onun mahnılarını sevə-sevə dinləyirlər. Parçalan oğlandı, sonra xatirələrimdir. Yağma yağır. Yağma yağır. Yad etdim xatirə, gah ağlayır, gah da gülər, köhnəşdirim xatirə. Mən bir 2-3 mahnısını bilirdim onun. Bu könlüm düşdü, diyarımını Əbülfət rəhmətlik Ögə yana künonunda. Sonra göydə yavaş-yavaş ulduzlar sönür, bunu da oxuyurdum. Hacıbaba nə yazıbsa, Humayun Şüşlər üstə, bunlar çoxum bilmir. Mən çox razıyam bizim ASTV televizordan sizdən də ki, gerək belə bir şəxsləri tanıttırsınlar. Bunlar həvəskar kompozitor olmuyor, bu güclü sənətkar. Ələkbər Tağıyov kimi. Məsələn, sayt kompozitorluş üzvü olmuyor. Mənə var, lazımdır, Hacıbaba yazanda Ələkbər yoxdur. Yox idi, yox idi. Mən bu onların evinə 50-ci ildən girmişim. 50-ci il, Allah üçün də rəhmət edilsin, qardaşların da özündə. Sonra belə olmuş ki, özü ilə belə yaxın olmuşuq. Bu daim oldu, bu da onun yoldaşıdır. Mən hər işdə mən iştirak eləmişəm. Hacıbaba ilə dəxtillərim də olub sonra. 53-54 taza maqnitofonla çıxmışdı. Dnepr tiri, Dnepr pət. Mən də həvəskardım. Yığırdım, götürürdüm, məsələn, laf yaşlıları, hamısını gətirib gəlirdim, oxturdum. Bir gün gördüm, konsert gedir, Əbülfət Əliyov rəhmətlik. Hacıbaba'nın mahnılarını 3-4 aldım. Hacıbaba, gözəl, yadda qalan şey yazın. Cəmaatın nəbzinə daxil olan şey yazın. Məsələn, Humayun üstə. Ben fikir verir, ikisi de bu Humayun'da da Şüşlərdir də, göydə yavaş-yavaş, bunları hər adamını yazanmaz. Adil müəllim, yəni sizin də bəxtiniz onda gətirib ki, yəni həm də elə Hacıoğlu Həsənovun bəxti onda gətirib ki, onun mahnılarının əksəriyyətini də sizin ansambala lentə alıb. Hər halda Adil müəllim xatirələri də çox şirin olar. Əvvəla deyim ki, Hacıoğlu müəllimlə, yəni Hacıoğlu Həsənovla təxminən 1954-cü ildə tanış olmuşam. Atam alanla bir yerdə yaşayırdım. Həyətdə mənə bir ev ayırmışdılar. O evdə Hacı Bayadıdır. Atam mənim üçün bir Dnepr 3 maqnitofon almışdı. 3-dən belə qorlanırdı, texnika çox indiki dövrdə. Belə, oraya yığışırdı
mənim evimə, orada ancaq otururdu axşamları. Mən idim, rəhmətli Hacıbov müəllimdir, Nərman Əliyev, Hasan Zeynalının müəllimi, Üfürdün Babayev vardı, yığışırdı ora. Bizim işimiz ancaq burada çalma, oxuma, lentə yazırdı, sonra qulaq asırdıq. Məhtal qalmışdı, biz çaldıq, buradan səs gəldi. 50-ci illərdə də onda belə texnika yox idi. Hacıbov müəllimlə belə mən tanış olmuşam. Ondan sonra Hacıbov müəllimin yaradıcılığından mən şəxsən o çalan oğlan haqqında söhbət getdim burada. Mən uzun müddət Sara xanımla işləmişəm o mahnını, oxuyubdu və sonralarda mərhum Əbülfət Əliyev bizlə çox işləyir. Onun bütün mahnılarını demək olar ki, biz şəxsən mənim rəhbərliyimlə o mahnıları biz radionun koduna yazmışıq, televiziya yazmışıq, indi də qalır orada. Belə, onu da deyim sizə ki, bu studiyo yarın təzə olacaq. Hacıbov müəllim, onu bilməyədən mən çalmışım, ora mənlə qohumdur. Onu demə, baldızı qızı mənim qardaşım evlənib onunla. O qohum olduğuna görə yox, onun mahnılarını belə ürəyə yatımlı, duyumlu olduğuna görə mən müğənni məyanıma gələndə deyirəm, nə oxuyacaqsan? Filan şey, filan qohumlu mahnı, xoşuma gəlməyə mahnı olanda mən müğənniyə icazə verirəm bu mahnılara. Yəni, o proqramasına baxıram, o səslə düşürsə, onu oxuya bilərsə oxuyur, oxuyamirsə, vacib deyil, kimsə oxuyum, mən də onu oxuyum. Hacıbov müəllimin bütün mahnılarını demək olar ki, siz dünən mənim telefonda düz, mənim asamın ifasında lent yazıları var. Bir dəfə bu plastinka yazılırdı. Yenə də Əbülfət belə şeydə, Sarı xan xəbərim var, dedim nədən? Deyir ki, bir plastinka yazdıracaq. Bir üzü, deməli, Əbülfətin oxuduğu mahnılardır, bir üzü də mən. Azərbaycan mahnıları fars dilində. Bax, orada Tarşalan oğlan da var. Tərəflə bir yaralı yerimizdə var. Elə Hacıbov Həsənovun mahnılarının əksəriyyəti indi heç Hacıbov Həsənovun təqdimatı ilə getmir, anonim gedir. Hacıbov müəllim mən yanına gelib gələndə o Eşkimin Növrağı mahnısı var. Onu da yəni dəyi öyrətdi mənə. Çünki Əbülfət rəhmətli oxumuşdu. Mən orada bir-iki dənə işlədim, əlavəli məni qoymadı. Qoymaz da. Dedi ki, bir əlim nöqtə eşməyə icazə vermirəm. Radionun baş redaktörü Hacı Məmmədov dostumuz xahiş elədi ki, bəs mənə Bəxtiyar Vahabzadə də bizim böyük şairimiz zəng vurub ki, bəs o xəstədir Hacıbova müəllim. Onun evinə gedib o mahnıları var, onu hazırlamaq lazım. Nəsə mən uşaq yaşımdan Hacıbova müəllimi tanıyırdım, sevirdim. Hətta mən onunla tanış olana qədər mənə bir profesional bəstəkardır, bayaq adı Məvvədir. O qədər yüksək profesional yaradıb bu mahnıları ki, vallahi indi inciməsin məndən bizim profesional bəstəkarlar. Bizim çox bəstəkarlarımız onu yazanməz. O sırf Azərbaycanca yazır. Çünki muğamı bilir o, muğamatı bilir. Muğamı ifa eləməyə bilir. Ona görə onun mahnıları yüksək profesional şəkildə alır. Nəsə mən getdim evinə. Bir neçə qədim mahnılarından, Eşkimin Növrağı, ne üçün səni bəs onu da bilmirəm. Yəni bu mahnıları, ondan mən məşq elədim, ondan dəqiq öyrəndim. Bir də mənə xahiş elədi ki, mənim bir vaxt ikən mahnı yazmışam, Nəbi Xəzinin sözlərinə, Ərəb qızı mahnısı. O vaxtı bəs onu rəhmətli Şövkət xanım deyir, gözəl ifa eləmişdi, amma deyir, ittibatda oynayın, bilmirəm deyir, normaldir. Sən elə bir müğənni, yəni, Şövkət xanıma uyğun, nəsə elə bir müğənni tapa bilərsənmi, yəni o mahnını oxusun? Mən elə o da ki, yəni Aygün xanım yadıma düşdü və Hacıbov müəllimə dedim ki, var, Şövkət xanımın yarı yəni tələbəsi Aygün xanım və biz o mahnını məşq elədik, yazdırdıq, televiziyada da var, yəni televiziyanın fondunda da var indi. Coşdu könül ilhamı, qonaq qaldın bu yerdə. Dilində el salamı, söhbət saldı